2011-ci il 1-ci qrup variant A. Sual 1. Maqnit induksiyasının vahidinin əsas vahidlərlə ifadəsi hansıdır? Maqnit induksiyasının düsturunu yazsaq, B bərabərdir, F bölünsün, I vurulsun L. Vahidi Newton bölünsün, amper vurulsun metrdir. Bizə əsas vahidlərlə istədiyinə görə Newtonun açılışını yazarıq. Kilogram vurulsun metr bölünsün saniyənin kvadratı. Aşağıda isə amperlə metr var, olduğu kimi saxlayarıq. Newtonlar ixtisar gedər, qalar kilogram bölünsün, amper vurulsun saniyənin kvadratı. Doğru cavabımız A variantı. İkinci sual. Cismin mayedə çəkisinin ona təsir edən Arximed qüvvəsinin asılılıq qrafiki verilmişdir. Cismin vakuumdakı çəkisini müəyyən edin. İlk öncə bilirik ki, hər bir mayəyə batırılmış cisim havadakı çəkisindən bir Arximed qədər az olur. Yəni, P maye bərabərdir, P0 çıxılsın, F Arximed yazarıq. Bizdən vakuumdakı çəkisini müəyyən etməyimizi soruşur. P0 tapsaq, olacaq P maye üzərinə gəlinsin, F Arximed. Baxın, burada ya 6-nın üzərinə 2 gələ bilərsiniz, 8 alınacaq, ya 4-ün üzərinə 4 gələ bilərsiniz və yaxud da 2-nin üzərinə 6 gələ bilərsiniz. Cavab 8 Newton olacaq. İkinci sualımız C variantı. Sual 3. Ferromaqnit içlik sarğaca daxil edilir. Sarğacda maqnit sahəsinin enerjisi və maqnit seli necə dəyişər? Baxın, əgər sarğaca daxil edilirsə ferromaqnit içlik, deməli maqnit nüfuzluğu artır. L bərabərdir, mü L0 düsturuna görə mü artırsa fi də artacaq, L də artacaq. Fi bərabərdir, L, I, L artırsa fi artacaq. Dubli bərabərdir, L-i kvadrat bölünsün 2, L artırsa maqnit sahəsinin enerjisi də artar. Üçüncü sual artar, B variantı. Sual 4. Şüalanmanın dalğa uzunluğu 2 dəfə azalarsa fotonun enerjisi necə dəyişər? Fotonun enerjisini yazsaq, Y bərabərdir, HC bölünsün lambda. Dalğa uzunluğu 2 dəfə azalarsa, onda fotonun enerjisi 2 dəfə artacaq. 4B. Sual 5. Bir cins maqnit sahəsinə, induksiya xəttlərinə perpendikulyar istiqamətdə daxil olan yüklü zərrəciyin sürətini 2 dəfə azaldıb, maqnit sahəsinin induksiyasını, yəni B-ni 6 dəfə artırdıqda Lorentz qüvvəsi necə dəyişər? F Lorentz bərabərdir QVB sinus alfa. Perpendikulyar daxil olursa sinus 90-da 1 alır. F Lorentz bərabərdir QVB düsturundan istifadə edərik. Bu zaman sürət 2 dəfə azalanda Lorentz 2 dəfə azalar. B 6 dəfə artanda Lorentz 6 dəfə artar. 6 dəfə artıb 2 dəfə azalmaq, 3 dəfə artmaq sayılır. 5-ci sualımız Y variantı. Sual 6-ya keçirik. Sahadın 4 sm uzunluqlu saniyə əqrəbinin uc nöqtəsinin 15 saniyə ərzində getdiyi yolu hesablayın. İlk öncə çevrə çəksək, bilirik ki, 15 saniyə burada düşür 4də 1-ə. 4də 1-də yolu tapanda 4də 1-i vurarıq 2 Pierre-ə. Eləyəcək Pierre bölünsün 2. 4də 1-də yolumuz Pierre bölünsün 2-dir. Yer dəyişmə isə buradan bura 90 dərəcə yaradır deyə yer dəyişməmiz kök altında 2 R-ə bərabərdir. Bizdən yolu soruşur sadəcə olaraq. Pierre bölünsün 2 düsturundan istifadə edirik. Pi 3 R 4 santimetrdir. Cavabları santimetrdən istədiyinə görə metrə çevirməyə ehtiyac yoxdur. Pi-yə 3, R-ə yazırıq 4, bölünsün 2. İxtisar aparsaq eləyəcək 6 santimetr. 6-cı sualımız D variantı. 7-ci sual. 1 və 2 nöqtələrində elektrik sahəsinin potensialları və intensivlikləri arasındakı hansı münasibət doğrudur? Yadınızda saxlayın, bir cins elektrik sahəsi olduğuna görə onsuz da burada intensivliklər Y1, Y2-yə bərabər olacaqdır. Lakin elektrik sahəsinin potensialı intensivlik oxu boyunca gedəndə azalır. Məsələn, deyək ki, 2 burada deyil də, burada olsaydı, onda 1-2-dən daha çox olardı. Sadəcə bu sualda 1 ilə 2, ikisi də eyni dəyərdə olduqlarına görə Fi1 də Fi2-yə bərabərdir. 7-də cavabımız C variantı olacaq. Y1, Y2 onsuz da bərabərdir. Fi1 ilə də Fi2
eyni qiymətdə olduqlarına görə F1 də F2-yə bərabərdir. 8. OX oxu istiqamətində V0 10 metr böl saniyə başlanğıc sürəti ilə hərəkət edən cismin təcilinin proyeksiyasının zamanın asılılıq qrafiki verilmişdir. Bu cisim ilk 9 saniyədə yer dəyişməsini hesablayın. Görürük ki, X ox istiqamətində deyirsə V-nin qabağı müsbət olacaqdır. Təcil də müsbətdə sabit olduğu üçün A-nın da qabağı müsbət olacaq. Yer dəyişmənin tənliyini yazsaq, S bərabər V0T üzərinə gəlinsin, AT kvadratı bölünsün 2. Hesablasaq, V0 10 vurulsun 9 üzərinə gəlinsin, 2 vurulsun 9'un kvadratı 81 bölünsün 2. 90 üzerine gelinsin 81 bərabərdir 171 metr. 9-cu suala keçirik. Verilmiş kütləli ideal qazın halının dəyişməsi PT diaqramında təsvir olunmuşdur. Diaqramın AB və BC hissələrində qazın sıxlığı necə dəyişər? Əvvəla görürük ki, PT qrafikidir bizdə. Düsturumuzu yazsaq, ρ bərabərdir PM bölünsün RT. M ilə R-in üzərinə xətt çəkirik sabitlərin. Baxın, birinci A-dan B-yə. A-dan B-yə P ilə T sıfırdan keçən düz xəttdir. P ilə T nə zaman sıfırdan keçən düz xətt olar? Təbii ki, ρ sabit olsa, A-dan B-yə hissəsi üçün baxıram, ρ sabit olsa, ona görə də A-dan B-yə hissəsində bunun sıxlığı dəyişməyəcək. Sıxlığı dəyişməz A-dan B-yə. B-dən C-yə hissəsinə baxanda isə, gəlin təkrar yazaq, ρ bərabərdir PM bölünsün RT. Sabitlərin üzərindən xətt çəkirəm. Baxın, B-dən C-yə hissəsində təzyiq sabitdir, P sabitdirsə, onda belə çıxır ki, ρ ilə T tərs asılıdır. Yəni ki, temperatur baxın azalır. Temperatur azalırsa, sıxlıq artacaq. Ona görə 9-cu sualımız B variantı olacaq. 10-cu suala keçirik. Harmonik rəqs edən maddi nöqtənin sürətinin amplitudu Vm-dir. Maddi nöqtənin potensial enerjisi kinetik enerjisindən 2 dəfə böyükdür. Y potensial bərabərdir 2 dənə Y kinetikdir. Belə olan halda sürətin ani qiyməti nəyə bərabərdir? V sual. Vm-i də zaten özü Vm olaraq veribdir. Tam enerjinin düsturunu yazsaq, tam enerji bərabərdir kinetik üzərinə gəlinsin potensial. Baxın, potensial enerji 2 dənə kinetik enerjiyə bərabər olduğuna görə yazarıq ki, Y tam bərabərdir. Y kinetiki saxlayarıq, Y potensialın yerinə 2 Y kinetik yazarıq. Bu zaman olacaq Y tam bərabər 3 Y kinetik. Y tama qoyarıq M V maksimum kvadratı bölünsün 2. Y kinetiki isə sadəcə MV kvadratı bölünsün 2. Hər tərəfdən M bölkiləri aparsaq, kvadratdan azad eləsək, V maksimum bərabərdir kökün altında 3V. Bizdən isə V-ni soruşur. V-ni tapdığımız zaman V maksimum bölünsün kökün altında 3 olar. Ona görə də 10-cu sualımız Y variantı. Sual 11. Hidrogen atomu enerjisi mənfi 0,85 elektron volt olan səviyyədən 3,4-ə keçid etmişdir. Hansı ifadə doğrudur? Enerji səviyyələrini təsvir etsək, mənfi 13,6 aşağıda, sonra rəqəmlər kiçilə gedirdi. Məsəl üçün, bura mənfi 3,4-ü qoyaq, buradan sonra isə qoyaq mənfi 0,85-ə. Görürsünüz ki, 0,85-dən 3,4-ə keçibdir. Deməli, bu yuxarı səviyyədən aşağı səviyyə keçir. Yuxarı səviyyədən aşağı səviyyə keçirsə, bu şüalanır, udulmur. Və nə qədər enerjili foton şüalandığını tapmaq üçün də 3,4-dən 0,85-i çıxarıq, eləyəcəkdir 2,55 və təbii ki, şüalanar. Çünki yuxarı səviyyədən aşağı səviyyə keçir. Enerji səviyyələri yuxarı çıxdıqca mənfilər azalır deyə qiymətləri artır. Elə yadınızda saxlaya bilərsiniz. 12. Tərpənməz blokdan söhbət gedir. 100 kiloqram kütləli cisimdir və biz onu 6 metr yüksəkliyə qaldırdığımız zaman ipin sərbəst ucuna tətbiq olunan qüvvə F və ipin sərbəst ucunun yer dəyişməsi S nəyə bərabərdir? Tərpənməz blok olduğuna görə S burada dəyişməyəcək. 6 metr olaraq qalacaqdır. Ona görə də S 6 metr olacaq
Və F-i tapdığımız zaman F də 2-yə bölünməyəcək. Tərpənən blok olsaydı F-i tapanda MC bölünsün 2 düsturundan istifadə edərdik. Sadəcə tərpənməz blok olduğu üçün sadəcə F bərabərdir MC yazarıq. 12-də cavabımız A variantı. Sual 13. Şaquli istiqamətdə yuxarı atılmış cismin tam mexaniki enerjisinin onun ani sürətindən asılılıq qrafiki hansıdır? Yadınızda qalsın, tam enerji maksimal qiymətlərdən asılı olur, ani qiymətlərdən asılı olmur. Buna daxildir ani sürət, ani impuls, ani hündürlük və s. Ona görə ani qiymətlərdən asılı olmadığı üçün A variantı. Sual 14. Demək, baxırıq ki, S-in T-dən asıllığını bizə kvadratik veribdir. Bərabər təcilli hərəkətdən söhbət gedir burada. Yadınıza saxlayın, asan bir yol öyrədəcəm sizə. Burada F ilə I-yə S kimi baxın, elektromaqnit induksiya ilə də I induksiyaya V kimi baxın. İndi baxın, biz I-yə V kimi baxırıq deyə, sanki bu qrafik V-nin qrafikidir. S T-dən kvadratik olanda V də T-dən V bərabər AT düsturuna görə düz asılı olur həmişə. Ona görə 14 Y variantı. Sual 15. Q1 çıxılsın A' ifadəsi ilə hansı fiziki kəmiyyət təyin olunur? Bilirik ki, A' bərabərdir. Q1 çıxılsın, üzərinə gəlinsin Q2. Buradan Q2-ni tapsaq, demək, olacaqdır A' çıxılsın Q1. Burada Q1 çıxılsın A'. Bir saniyə üzürlü sayın. Bir saniyə. Demək, A' Q1 çıxılsın Q2-dir. Yazırıq, A' bərabərdir Q1 çıxılsın Q2. Buradan Q2-ni digər tərəfə keçirsək, Q2 bərabər olacaq Q1 çıxılsın A'. Normalda düsturumuz A bərabərdir, Q1 üzərinə gəlinsin Q2-dir. A bərabər mənfi A' olduğunu nəzər almaq lazımdır. Demək, Q2-ni tapdığımız zaman olacaq Q1 çıxılsın A'. Q1 qızdırıcıdan alınan istilik miqdarıdırsa, Q2 də soyuducuya verilən istilik miqdarıdır. 15-ci sualımız S variantı. Sual 16. Ağzı bağlı qablarda su və onun üzərində doymuş su buxarı var. Qablardakı doymuş buxarların sıxlıqları arasındakı hansı münasibət doğrudur? Burada doyan su buxarından söhbət gedirsə, ağzı bağlı qabda izoxor prosesdir. Bu zaman doyan buxarın qrafikini yazsaq, grafikin ayağında T yazılırdı. Rho, N, P, M hamısı T'dən kvadratik düz olurdu. Yəni, temperaturu böyük olanın konsentrasiyası, sıxlığı, təzyiqi, kütləsi böyük olacaq. Ona görə cavabımız 3, 2, 1. 16-cı sualımız D variantı olacaq. Sual 17. Dövrədə cəryan şiddətini tənzimləmək üçün tənzimləyir reostat. Voltmetr gərginliyi ölçür, ampermetr cəryan şiddətini ölçür, dinamometr qüvvədir OH, wattmetr gücdür. Ona görə 17-də cavabımız Y variantıdır. Sual 18. Hansı süni işıq mənbəyidir? İldırım təbiidir, şimal parıltısı təbii, günəş təbii, ulduz təbii, amma reklam borusu süni işıq mənbəyinə misaldır. 19. Müxtəlif mail müstəvilər üzərində olan eyni kütləli cisimlər sükunətdədir. Hansı halda cismə təsir edən sükunət sürtünmə qüvvəsi ən böyükdür? Sükunət sürtünmə qüvvəsinin də düsturunu yazsaq, F sükunət bərabərdir mc sinus alfa. Və sinus bucaqla düz asılıdır. Demək, sükunət sürtünmə qüvvəsinin ən böyük olması üçün bucağı ən böyük olanı götürmək lazımdır. 4 olacaq D variantı. 20. Şaquli yuxarı atılan cismin maksimal qalxma hündürlüyü 45 metrdir. Cismin başlanğıc sürətini hesablayın. İlk öncə gəlin buradan T-ni tapaq. H bərabərdir JT kvadrat bölünsün 2. T-ni tapsaq kökün altında 2H bölünsün J. Kökün altında 2 vurulsun 45 bölünsün 10 eləyəcək 3 saniyə. Bizdən isə başlanğıc sürəti soruşur. T qalxma bərabərdir V0 bölünsün J. V0 bərabərdir J vurulsun T-yə, 10 vurulsun 3 bərabərdir 30 metr bölünsün saniyə. 20-də cavabımız D variantı. 21. Hansı qrafik elektroliz zamanı elektrodda ayrılan maddənin kütləsinin cərəyanın keçmə müddətindən asıllığını ifadə edir? Demək, M bərabərdir
KQ düsturundan istifadə edərik, elektrolizin düsturu və yaxud da Faradayin birinci qanunu. M bərabərdir KQ, K-nı yazıb Q-nün yerinə isə I vurulsun delta T yazarıq. M, T-dən gördüyümüz kimi düz asılı olacaq. Sual 22. Rəqs konturunda sönməyən elektromaqnit rəqsləri zamanı sarğacın maqnit sahəsinin enerjisinin kondensatorun elektrik sahəsinin enerjisindən asılılıq qrafiki verilmişdir. Grafikin A nöqtəsinə uyğun maqnit sahəsinin enerjisini hesabla. Maksimal dəyərlər tamdır. Tam 60, elektrik 20-dirsə, onda maqnit sahəsinin enerjisi 40 olacaq. Çünki dubli tam bərabərdir. Elektrik üzərinə gəlinsin maqnit. Maqniti tapdığımız zaman olacaq tam çıxılsın elektrik. Yəni 60 çıxılsın 20. 22 A variantı. Sual 23. Birinci kondensatorun lövhələri arasındakı potensiallar fərqi U olarsa, M və N nöqtələri arasındakı potensiallar fərqi nəyə bərabər olar? Burada biz ümumi C bərabərdir Q bölünsün U düsturundan istifadə edərik. C onun gördüyümüz kimi tərs qiymətidir. Ardıcıl birləşmə də olduğuna görə Q sabitdir. C-ni taparıq, C-ni də tərs qiymət olaraq U-nu götürərik. Ardıcılda 1 bölünsün C, ya ümumi olaraq yazsaq, ardıcıl birləşmədə C ümumi bərabər olur. C1 vurulsun, C2 bölünsün, C1 üzərinə gəlinsin, C2. Sanki U-nu da götürsək, belə yaza bilərik də, U ümumi bərabərdir. Bunun tərsini götürsək, U1 üstə gəlsin, U2 bölünsün, U1 vurulsun, U2. Mən bundan getmərəm, yuxarıda C-ni hesablayıb tərs qiymətini götürərəm. C1-imiz C, C2-miz 4C-dir. C vurulsun 4C bölünsün, C üzərinə gəlinsin 4C. Olacaq 5C, C vurulsun 4C. İxtisar eləsək alarıq 5-də 4C. Onda U olacaq 4-də 5U. Sual 24. Dəyişən cəryan dövrəsindəki ampermetrin göstərişi 5 amperdir. Bu dövrədə cəryan şiddətinin təsir edici qiyməti nəyə bərabərdir? Yadınızda saxlayın, təsir edici qiymət həmişə özünə bərabər olur. 24 D variantı. 25. Deyir, cəryan şiddəti ən kiçik olsun. I bərabərdir, U bölünsün, R yazarıq. Sabit gərginlik mənbəyi U sabitdir. R-in yerinə rho vurulsun, L bölünsün, S yazsaq, görərik ki, cəryan şiddəti uzunluqdan tərs asılıdır. Cəryan şiddətinin ən kiçik olması üçün uzunluq ən böyük olmalıdır. Ən böyük 1-dən 4-ə, 25 isə bu şəkildə.